Deməli, Photoshop proqramı yenə qrafik vektor redaktorudur. Adobe şirkətinə məxsus olan dizayn proqramıdır. Daha çox Photoshopda şəkillərlə işləyirik. Yəni şəkillər olmasa Photoshopda heç bir iş görmək demək olar ki, olmaz. Düzdür, boş A4 yarada bilərik, yenə CorelDRAW-dakı kimi A4-ün üzərinə yazılar yaza bilərik, amma yenə də dizaynımızı tamamlamaq üçün bizə şəkillər mütləqdir. Ona görə burada da çalışırıq, hər zaman şəkil olan kompüterdə əyləşək. Photoshop proqramının öz yenə kodu var. Birinci, əgər ekranda varsa, təbii ki, buradan daxil ola bilərik. Məndə olan 2020 versiyasıdır. Buradakı versiyalardan bəziləri köhnədir. Məsələn, S6 versiyalar biraz daha aşağı versiyalar olur. Təbii ki, 2020-dən daha yuxarı versiyalar da var. 2021 var, 22 var. Onlar da yaxşıdır. Amma bizdə olan budur. Axtarış hissəsindən də yenə Photoshopa daxil ola bilərsiniz. Ya da Photoshopun öz kodu var təbii ki də. Axtarış hissəsində burada Photoshop yazaraq da daxil ola bilərik. W burada artıq oldu. Photoshop elə öz adını yazaraq da birbaşa daxil oluruq. Dediyi qrafik vektor redaktorudur. Yəni bu deməkdir ki, dizayn tipli proqramdır. Burada da versiyaları qeyd olunub ki, məsələn 90-dan bu günə qədər bu versiyalar var. Daxil olaq içərisinə. Photoshop'a daxil olduqda, əgər hər hansı bir iş görüb bağlamamışamsa, sonuncu dəfə mənə həmin işi göstərir açıq olaraq. Mən təbii ki də buradan X-la çıxıram, heç bir şəkil orada qalmasın. Digər versiyalarda ekran belə açılmır. Digər versiyalarda birbaşa sizi proqramın özünə yönləndirir. Yəni içərisində elə oradan şəkil seçirsiniz. Amma bu versiyada isə sizə son istifadə etdiyiniz şəkilləri göstərir ki, bu şəkillərdən də istədiklərimizə baxa bilərik və yaxud da seçə bilərik. Mən bu üsuldan istifadə etmirəm. Mən yenə şəkilləri özüm əlavə etmək istəyirəm. Ona görə də klaviaturada Ctrl-O düyməsinə toxunursunuz. Ctrl-O Photoshopda şəkil əlavə etmək üçün istifadə olunur. Ya Ctrl-O edirsiniz, ya da yuxarı hissədə menu sətrində File bölməsi var. Buradan da Open vasitəsilə aça bilərsiniz. Diqqət etsəz, qarşısında da zaten Ctrl-O yazılır. Daxil olduqda bizə burada bir çox şəkil verir təbii ki də. Mən artıq bunların hamısını yükləmişəm. Hər hansı bir şəkili seçirik. Məsələn, belə bir şəkil. Bu şəkil üzərində biraz işləyiblər sanki. Ona görə tam istədiyimiz kimi deyil. Bu olsun. Şəkil əlavə etdikdən sonra qarşınıza belə bir qara ekran çıxır. Photoshop'un ümumi ekranı demək olar ki, digər versiyalarda da belə olur. Çox köhnə versiyalarda ağ fonda da olur, amma yenilərdə demək olar çoxunda belə qara fondadır. Yuxarı hissədə menu sətri, menu sətrindən aşağı hissədə sazlama paneli, sol tərəfdə alətlər paneli olur və biz burada sonradan yeni panellər də yarada bilirik. Onun növbəti dərslərdə necə olur göstərəcəm. Və yenə də CorelDRAW-dakı kimi Photoshopda da sazlama paneli alətlər panelinə görə dəyişir. Yəni bura sabit qalmır. Siz hər hansı bir işarəni seçdikdə görürsünüz, bu hissədə hər dəfə dəyişmiş olacaq, sabit qalmayacaq. Amma bura hər zaman sabit qalacaq təbii ki də. Şəkil əlavə etdikdən sonra biz təkcə bir yox, bir çox şəkillə eyni anda işləyə bilirik. Bunun üçün də nə edirik? Yenə Ctrl-O-ya da toxuna bilərsiniz, ya da boş yerdə Sanın sol düyməsini 2-3 dəfə toxuna bilərsiniz. Sadəcə məndə hal-hazırda yeni bir şəkil var deyə ikinci dəfə bu hissədə vermir. Ona görə Ctrl-O eləyirəm. Amma boş qara ekran açılsaydı boşluğa toxunub əlavə edə bilərdiniz. Buradan yenə istədiyim hər hansı bir şəkil seçək. Məsələn, fərqi yoxdur əslində. Nə olsun? Məsələn, belə bir şey. Belə. Şəkil əlavə edəndən sonra, bax, eyni şəkillər, daha doğrusu şəkillər yuxarı hissədə qeyd olunur, amma ayrı-ayrı qeyd olunur. Məsələn, mən istəyirəm bu şəkillə, bu şəkil eyni pəncərədə olsun. O zaman tuturam, məsələn, bu birinci şəklin üzərindən sıçanın sol düyməsini sürüşdürürük bunu ekrana və şəkil gəlir bunun yanına. Eyni qaydada buradan tutub, təkrar yuxarıda paneldə yerləşdirə bilirsiniz. Bunun üzərindən tutsam, o şəkil bura gəlmiş olacaq. İstədiyimiz şəkilləri bu formada hərəkət etdirə bilərik. Şəkilləri uzaq məsafədən yox, daha yaxından da baxmaq olur. Bunun üçün, əgər təkcə sıçandan istifadə edəcəksə, o zaman alt düyməsini sıxılı vəziyyətdə saxlayıram və sıçanın deyircəyinə başlayıram sürüşdürməyə.
Alt olmasa mümkün deyil, alınmayacaq. CorelDRAW-da amma altdan istifadə etmirdi. Bu Photoshopda bunu unutmayın. Belə də edə bilərik ya da klaviaturada Ctrl Plus'la yaxınlaşdırıb Ctrl Minus'la da təkrar uzaqlaşdıra bilərik. Bir də ki, biz CorelDRAW-da sıçanın bu deyəcəyindən tutub yuxarı aşağı baxa bilirdik, amma Photoshopda belə deyil. Photoshopda alətlər panelində baxın belə bir sonlara doğru əl işarəsi verir. Bunu seçirsiniz, istədiyiniz kimi yuxarı aşağıya hərəkət etdirirsiniz. Başqa bir üsulla etmək olmayacaq. Yaxşı, bunu da yadda saxlayaq. Olduğu kimi saxlayıram, Ctrl Plus'la da normal halında saxlayaq, belə qalsın. Buradan birinci alət gəlir, amma birinci alətin aktiv olması üçün müəyyən bir hissəni seçmək lazımdır. Yəni, mən bunu toxunub bir şeylər etməyə çalışsam da, görürsünüz, heç bir şey alınmayacaq. Ona görə də nə edirik? Birinci, hər hansı bir hissəni aktiv edib, sonra bundan daşıyırıq. Çünki bu daşıma alətidir. Mən seçim etmək üçün hələ ki sadə seçim alətindən istifadə edəcəm. Mənim çünki buradakı şəklimi seçmək üçün mənə lazım olan budur. Bunu seçirəm. Yaxınlaşıram şəkilə və buradan tutub istədiyim hissəyə belə sürüşdürürəm. Bu artıq mənə həmin şəkli aktiv etmiş olur. Şəkili seçdikdən sonra artıq birinci alətlə daşıya bilərsiniz. Məsələn, mən bu şəkili istəyirəm, gəlsin, bura düşsün. Onda nə edirəm? Yaxınlaşdım bu Move Tool alətinə, belə qayçı işarəsi gəlir, üzərindən tutursunuz və yaxınlaşırsınız bura, ekrana əlavə edirsiniz. Şəkili ekrana əlavə etdikdə birinci ölçü olaraq hər zaman sizə böyük verilə bilər, bəzən də kiçik verilə bilər. Elə olduqda nə edirik? Ctrl T vasitəsilə, baxın, şəkilin kənarlarına belə bir formalar gəlir, buradan tutub istədiyimiz qədər şəkili kiçildə bilirik. Belə. Amma ən sonda ekranda qalması üçün ya yuxarı hissədən təsdiq etməlisiniz, təbii ki, ləğv etmək də olur, ya da ki, Enter-ə bir dəfə toxunaraq burada saxlaya bilərik. Buradakı hissəyə isə diqqət etsəz artıq həmişə gedir, yəni aktiv olaraq qalıb. Şəkili aktivlikdən çıxarmaq istəyirsinizsə, Ctrl D-dən istifadə edəcəksiniz. Normalda digər proqramlarda Ctrl D dublikat çıxardır, kopya. Amma Photoshopda isə şəkili aktivlikdən çıxardacaq. Bir də onu deyim ki, şəkili silmişsiniz, amma daşımaq istəmirsiniz, bunun yerinə başqa bir şəkil gələcək. Onda arxa fonunu silə də bilərsiniz. Elə olduqda da sadəcə Delete-ə bir dəfə toxunun. Burada hansı formada silmək istədiyinizi soruşur. Məsələn, qara fonda ola bilər. Color-dan range tonun özünüzü müəyyənləşdirə bilərsiniz. OK ilə də təsdiqlədi, həmin hissə seçdiyiniz rəng tonunda olacaq. Yəni, birbaşa silə də bilərik, daşımaya da bilərik. Ctrl D ilə isə yenə aktivlikdən çıxarım. Bu seçim alətinin içərisində ikincisi də dairə formada eləyir. Çünki bəzən dairə şəklində də hansı hissələri daşımaq lazım ola bilər. Məsələn, genişləndirirəm. Düzdür, bunun üçün biraz daha düzgün seçimlər etmək lazımdır. Məsələn, belə edib, məcburam bir-bir yuxarı verim, yerləşdirim. Elə olduqda bu hissəni də daşıya bilirik. Dəqiqə. Genişləndirə də bilərdim, biraz daha normal, amma belə də daşıya bilərik. Bu da dairə formasında olanlar üçündür. Sadəcə kvadrat, dairə, bir də orada düz xət kimi var yuxarıdan, onlara da düzdür, o qədər istifadə etməyəcək. Əsas lazım olan birinci ilə ikinci olur. Şəkil hal-hazırda qarışıq formadadır. Bir də şəkili tam əvvəlki halında saxlamaq var. Bunun üçün də F12 düyməsindən istifadə edirik klaviaturada. Ümumiyyətlə F1-dən F12-yə qədər olan düymələr funksional düymələr adlanır. F12 normalda bəzi kompüterlərdə birbaşa alınır. Alınmadıqda isə F-ni sıxıb saxlayırıq, F12-yə toxunuruq, şəkil tam əvvəlki halında qalacaq. Belə. Əlavə olaraq yuxarı hissədə belə bir alət var. Bu nə edir? Bunu hələ ki bir şəkil olanda tam aydın başa düşməyəcək. Məsələn, mənim əlimdə bir dənə də belə bir şəkil var deyək ki, bunu da kəsib eynən digər şəkilə əlavə edirəm. Yenə Ctrl T ilə ölçünü kiçildirik. Ümumi ekran ölçüsündə kiçildərəm biraz. Çox böyük ölçüdə qalıb çünki. Məsələn, belə.
Bax, hal-hazırda mən istədiyim vaxtda bir çox hissəni seçib daşıya bilirəm. Çünki bu işarə aktivdir. Amma bu aktivlikdən çıxsa, bax görürsünüz, digərləri artıq daşınmır. Çünki sonuncu bu şəklin üzərində olmuşam deyə ancaq bu şəkil daşıya bilirəm. Bütün şəkillərlə eyni anda işləmək üçün mütləq bu işarəni aktiv edin ki, hər biri ilə rahat şəkildə işləyə biləsiniz. Yaxşı, bunu da unutmuruq. Bir də burada belə bir işarə var. Bu işarə aktiv olarsa, şəklin hər zaman kənar hissələrinə belə bir kvadratlar gələcək. Yəni, Ctrl-T-yə ehtiyacımız olmayacaq bir növ. Amma mən bunu tövsiyə etmirəm, çünki daşıyanda, yerləşdirəndə bu hər zaman çətin olur. Ona görə tövsiyəm bunu söndürməkdir. Bu da hər zaman sönülü vəziyyətdə qalar. Bunu da unutmuruq. İndi bir də belə bir şey var burada. İkinci alətimizdə yuxarı hissədə 4 seçimimiz var. Birincisi, mənə ancaq bir hissəni seçməkdə köməkli edir. Yəni ki, bu o deməkdir, mən bunu seçmişəmsə, ikinci başqa bir hissəni seçmək istədikdə birinci yer aktivlikdən çıxacaq. Amma eyni anda bir çox hissəni aktiv etmək istəyirsinizsə, o zaman ikincini seçirsiniz. Elə oldu da, baxın, eyni anda bir çox hissəni aktiv edə bilirəm və daşıdıqda da artıq bir yerdə daşınmış olacaq. Nasıl problem olur? Gəlirəm. Bax, bir çox hissəni aktiv etmişəm. Görürsünüz, bir yerdə daşınmış olur. Bu da çox istifadə olunur. Üçüncüsü isə mənim seçdiyim hissəni aktivlikdən çıxarır. Məsələn, bu hissəyə belə bir fiqur çəkmişiksə, həmin hissə silinmiş olacaq. Ya da bu hissəyə çəkmişiksə, bu hissə silinmiş olacaq. Daşıdıqda da bu dəfə belə bir görüntü olur. Yəni, seçdiyimiz hissəni bir növ silir. Və əməliyyatı geri qaytarmaq üçün Ctrl-Z-dən istifadə edirsiniz. Ctrl-Z geri qaytarır, Ctrl-Shift-Z isə bərpa edir. Normalda Ctrl-Z, Ctrl-Y idi yadınızdadır, amma burada Ctrl-Z, Ctrl-Shift-Z'dir. Bir də burada ən sonuncusu neyniyir? Bax, mən bununla seçdiyim hissəni silə bilirdim. Amma bununla isə ancaq seçdiyim hissəni saxlaya bilərəm. Yəni, məsələn, mən bir dənə bu üçünü seçmişəmsə, ancaq bunlar qalacaq. Digərləri aktivlikdən çıxacaq. Və yaxud da bir dənə bunu seçmişəm, bir dənə bu hissə qalacaq, yenə qalan hissələr aktivlikdən çıxacaq. Bu da belə. Şəkilləri də silmək istədikdə sadəcə yuxarı hissədən X-a toxunub buradan silə bilərsiniz. Yes etdikdə yaddaşda qalmış olacaq. Bizə hələ ki yaddaşda qalması lazım deyil. Bu ilk dərsin sonudur.